olsun, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bugün sizdən ənənəvi olaraq həftənin ikinci, dördüncü və altıncı günlər üçün demək canlı yayımlarımızdır. Və bugünkü gündə, bugün bizim istəyən mövzumuz son günlərin ən aktual məsələsi olan demək məktəbli avtobuslardır. Bunları müzakirə edəcəyik. Yeni layihə gəlir. Bilirsiniz ki, biz təhsil sistemi olaraq demək ancaq layihələrlə məşğuluq da. Və nəticə etibarilə bu yeni layihə kimə sərf eləyir və məktəbli layihəsi nədir? Burada məqsəd nədir? Bundan danışacağıq. Və mən canlı yayımı paylaşacağım bir neçə qrupda. Sizdən də xahişim, siz də paylaşın və bir neçə dəqiqədən sonra müzakirələrə başlayacağıq. Demək, dedik ki, bugünkü mövzumuz demək məktəbli avtobuslardır. Elm və Təhsil Nazirliyində yeni bir layihə başlayır. Bu yeni layihədən danışacağıq. Və maraqlı bir deyək, layihədir. Mən bir neçə dəqiqəyə qruplarda paylaşım etdikdən sonra sizdən də gözləntim odur ki, paylaşasınız canlı yayımı. Mən indi WhatsApp qruplarında paylaşacağım. Və sizdən də xahişim, siz də paylaşmaqda dəstək olun. Yeni bir fırıldaq gəlir, yeni bir maxinasiya gəlir, yeni bir pul silmək gəlir və pul yığmaq gəlir. Çünki reallıq ondan ibarətdir ki, biz təhsil sistemində son vaxtlar ancaq nazirlik səviyyəsində insanlardan pul yığmaq adı ilə nazirlik səviyyəsində müxtəlif adlar altında, olimpiyadalar adı altında görmüşdük və indi isə demək mənim səsim normal gəlir də. Bizim keçən yayımızda bir problem oldu. Səsim normal gəlirsə xahiş edirəm, rəy bölməsində yazın. Dinləyənlər bizi. Rəy bölməsində yazın, səsim normal gəlirsə əgər. Birlikdə müzakirə eləyək. Səsdə problem yoxdur. Mən görmürəm. Deyəsən səsdə problem var, elə mi? Aydınlaşdıraq. Burada nəsə bir yayımlarımızın birində metodiki işlə bağlı yayım eləmişdik. Səs gəlir yəqin ki. Səs gəlirsə WhatsApp qrupuna Mansur bəy qoşulmaq istəyənlər 050 672 59 11 nömrəsinə yazsınlar. WhatsApp qrupuna qoşulacaq. Facebook qruplarında paylaşımlarımızı elədik. İndi də demək WhatsApp qruplarında paylaşımları eləyək. Daha sonra isə başlayaq. Demək mövzumuza. Mövzumuz 1. Kənd məktəblərində kadr çatışmamazlığı mövzusu olacaq. İkinci mövzu isə, yəni ən məsələ isə məktəbli avtobuslardır. Çünki son günlər mətbuatda ən çox demək müzakirə olunan mövzulardan biridir. Düşünürəm ki,
hər birinizə maraqlı olan bir mövzudur. Və mən bu qruplarda da paylaşım artıq. Bu mövzunu birlikdə müzakirə edəcəyik. Belə. Siz də fikirlərinizi rəy bölməsinə yazın və paylaşmaqda dəstək olun. Daha çox müəllimə, xüsusilə də açıq paylaşa bilməyənlər də demək, yayımın linkini müəllimlərə göndərsinlər. Demək, bizim Emin Əmrullayevin yeni bir layihəsi gəlir. Yeni layihə odur ki, məktəbli layihəsi adlanır. Bütün maliyyə fırıldıqları kimi bu layihə də üzdən çox yaxşı görsənir. Məktəbli avtobusların ayrılması. İndi hamı elə fikirləşəcək ki, bizim məktəblərə avtobuslar ayrılacaq. Bundan sonra nazir bizim üçün, bizim qayğımıza qalır və s. Amma əslində reallıq o deyil. Reallıq nədən ibarətdir, ondan danışacaq. Belə, mən sizinlə birlikdə bu bir dəqiqə üzr istəyirəm. Bir dəqiqə üzr istəyirəm. Belə. Demək belə. Salam, hər birinizi xoş gördük və sizinlə biz bugün məktəbli avtobusları mövzusundan danışacağıq. Məktəbli avtobusları mövzusu son günlər gündəmdədir və bugün bu avtobuslar məsələsi hardan ortaya çıxdı? Mən sizə danışmışdım ki, Emin Əmrullayev hər dəfədə təhsildə olan problemlərin bəyənin və paylaşın ki, daha çox müəllim yoldaşlarımıza geçsin və Təhsil Nazirinin yeni maliyyə fırıldaqları ilə bağlı bir aktual mövzudan danışacağıq. Məsələ belədir ki, demək, Elm və Təhsil Nazirliyi elan edib ki, bundan sonra məktəbli avtobusları layihəsi meydana çıxır və bu layihənin mahiyyəti nədən ibarətdir? Məktəblərdə məktəbli avtobusu olacaq, məktəblilər bu avtobusla məktəbə gətiriləcək və məktəbdən aparılacaq. Və ilk baxışdan çox yaxşı bir layihədir, çox belə cəlb edici, nə yaxşı. Təhsil Naziri ölkə təhsilini bərbad hala salıb və müxtəlif adlarla, pul yığmalarla məşğul olduğu vaxtda birdən-birə şagirdlərin məktəbə gəlib getməsi üçün avtobuslar ayrılır. Əslində, reallıq bu deyil. Məktəbli avtobusları nədir və bu bir şey ölkələrdə necə tətbiq olunur? Əvvəla, məktəbli avtobuslarının bugün real olaraq həyata keçirilməsində mümkündürmü? Birinci bundan danışır. Birinci danışır məktəbli avtobuslar nədir? Azərbaycanda bilirsiniz ki, 2024-25-ci tədris ilində 4252 məktəb var, dövlət məktəbi və bir də əlavə olaraq 34 özəl məktəb var. Özəl məktəblərin böyük bir hissəsinin özlərinin avtobusları var. Valideynlərlə bağlanmış müqavilə əsasında, hansı ki, bunların demək, belə deyək, özəl məktəblərə ödədiyi vəsaitdən əlavə olaraq valideynlər müəyyən vəsait ödəyirlər, hansı ki, onların övladlarını gəlib məktəbdən götürmək və yaxud da səhər çağı gətirirlər məktəbə, günorta çağı
onları demək evə aparmaq üçün avtobuslar bu özəl məktəblərdədir və valideyn buna görə ödəniş edir. Bəs dövlət məktəblərində bu necə həyata keçirilir? Bilirsiniz ki, bizim bu 4252 məktəbdən demək 16 məktəb publik hüquqi şəxs elan olunub, amma heç nə yoxdur ortada. Ad olub publik hüquqi şəxs və yazı gəlirsə biz keçən görüşlərimizdə danışmışdıq sizdən. Burada demək bəyənin videonu və paylaşın, zəhmət olmasa digər müəllimlərə də. Burada əsas məsələ bu avtobusların hansı vəsaitlə alınacaq? Bir, hansı məktəblərə bu avtobuslar təşkil olunacaq? İki, və bir də ki, bu avtobusları kim sürəcək? Necə idarə olunacaq? Əslində, burada məsələ belədir. Bu məktəbli avtobusları əgər dövlət hesabına alınacaqsa, bu hansı vəsait hesabına? Təhsilin pulu da indi də avtobusların alınmasına yönələcək. Burada sürücü var, hər bir avtobusun texniki xidmət haqqı var. Daha sonra bizim əlavə olaraq yanacaq məsələsi var. Təsəvvür edin, bizim internet tipli məktəblərimizdə avtobuslar var. Uşaqların aparıb gətirilməsi, o cümlədən xüsusi sağlamlıq imkanları məhdud olan uşaqlar, valideyn himayəsində məhrum olmuş uşaqlar üçün. Bu avtobuslar, bunlara vaxtında texniki qulluq üçün vəsaitlər ayrılmadığı üçün avtobuslar çürüyürlər məktəblərin həyətində. Və yanacaq məsələsi də özü də bir problemdir. Təsəvvür edin, məktəbdən bəzi hallarda 50, 60, 100 kilometr aralı yerləşən yanacaq doldurma məntəqələrindən müqavilə bağlanır. Və bu ayrılmış yanacağın elə yarısı ancaq o yanacaq doldurma məntəqəsinə gedib oradan yanacağı götürmək. Yəni bilirsiniz, indi çənlərdə verilmir, hər dəfə də avtobus getməlidir. Həmin xüsusilə də seçilmiş yanacaq doldurma məntəqələrində müqavilə bağlanmış yanacaq doldurma məntəqələrində yanacaq vursun. Təsəvvür edirsiniz vəziyyət nə yerdədir? Burada pul silmələr, indi hal-hazırda olan avtobusdan bizim kifayət qədər internet tipli məktəblərimizdə texnikalar var. Hansı ki bu texnikalar bu məhz ilə bağlıdır, dediyimiz qaydada. Bu şəkildədir. Çürüyürlər məktəblərin həyatında istifadə olunmadığı üçün. Və yaxud da vaxtında texniki yardım göstərilmədiyi üçün. Ölkədə 4252 məktəb varsa, bu 4252 məktəbin neçəsinə məktəb avtobuslar layihəsi şamil olunacaq? Deyək ki, 100 məktəbə, 500 məktəbə, 1000 məktəbə. Sual olunur, hansı vəsait hesabına alınacaq? Təhsilə ayrılmış büdcənin hesabına alınacaqsa, bu biabırçılıqdır. Emin Əmrullayevə neçə dənə eynək lazımdır və neçə dənə lupa lazımdır ki, ölkə təhsilində tərbiyə sistemi dağılıb gedir. Ölkə məktəbində psixoloji xidmət sistemi darmadağın edilir. Ölkə məktəblərində tədris prosesi darmadağın edilir. Bir gün ölkə məktəblərindən əldə etdiyi bütün uğurlar repetitorların hesabına olan uğurlardır. Bütün uğurlar. Və insanlar öz ailə büdcəsindən ayda 200 manata qədər ayırmaqla demək repetitorların yanına qoymaq məcburiyyətindədir. Çünki hər bir valideynin arzusu onun övladının təhsil almasıdır. Yaxşı, əgər övladının təhsil almasıdırsa, belə deyək, və bunun üçün əgər 5 milyardlıq, yəni büdcənin 5də 1-i qədər sıralama baxımında isə 3-cü yerdə duran təhsil büdcəsini darmadağın edən imtahanlar, layihələr, deyək ki, və s. təlimlər adı ilə dağıdanlar indi də məhz bu yolla ayrı-ayrı belə deyək, avadanlıqlar almasını xidmət edirlər. Yəni bu, yenə deyirəm, avtobus 10.000 deyil, 20.000 deyil və bu avtobusların yenə təkrar edirəm, layihəyə cəlb edilməsi. Əvvəla bir layihənin adını tutan
Nazirlik bu prosesin necə olacağını mexanizmi göstərməlidir. Yoxdur, mexanizm göstərilmir. Təbii ki, valideynlərdən toplanmış pul hesabına avtobus alınası deyil. Məsələn, əgər Emin Əmrullayev Kenqurudan hər il qazandığı 2 milyon manatı yönləndirsə burada təqribən hər il orta hesabla bir 100-200 məktəbə deyək ki, müəyyən avtobuslar alınıb verilə bilər. Amma Emin Əmrullayev heç vaxt bu yolla, kriminal yolla qazandığı pulları heç vaxt gedib məktəb üçün pul almayacaq. Təbii ki, bu dövlət büdcəsi hesabına gələcək. Yaxşı, bugün məktəblərdə, məsələn, indi ikinci hissədə danışacağıq, xüsusən də kənd məktəblərində kadr çatışmamazlığı var və qanunvericilik bərbad vəziyyətdədir. Bunu tənzimləyə bilməyən işlər, yaxşı, bu məktəb avtobuslarını kim sürəcək? Və burada konkret uşaqlar gedir və bunun təhlükəsizliyi necə təmin olunacaq? Bu adamlar necə işə götürüləcək? Bunun üçün də Emin Əmrullayev ayrıca bir imtahan keçiriləcək. Yoxsa necə? Digər bir məsələ. Burada deyək ki, bu avtobusların yanacaq və texniki qulluqları necə olacaq? Yəni çətin, biraz da maraqlı bir sualdır. Mən düşünürəm ki, avtobuslar dövlət büdcəsi hesabına alınacaq. Amma deyək ki, burada sürücülər də əmək haqqı ayrılmaqla avtobus dövlət büdcəsindən veriləcək. Amma eyni zamanda valideynlərdən xidmət haqqı toplanacaq. Bu adla yeni toplamalar gəlir. Təklif eləyəcəklər. Hansı məktəbin valideynləri razıdırsa, çünki məsələn şəhər məktəblərində 1000, 1500, 2000, 2500, məsələn tutam ki, bizim 7000-ə qədər şagird oxuyan məktəblərimiz var. Yaxşı, hər məktəbə neçə avtobus ayrılacaq? Bakı şəhərinin qısa müddətdə urbanizasiya nəticəsində kütləvi şəkildə məskunlaşması, məsələn, tutam ki, vaxtı ilə mənim işlədiyim 230 nömrəli məktəbdən şagirdlər kütləvi olaraq və ya kompakt olaraq 4-5 yaşayış masivindən gəlirdi. Və bir məktəbdə avtobusda oturacaq olsun 40 nəfər. Orada ayrı-ayrı valideynlər özləri avtobusdan danışırdılar və bunu təşkil edirdilər. Bu necə ola bilər? Xidmət haqqı necə olacaq? Valideynlər mi pulu yığacaq? Ona görə də istənilən bir halda əgər elan edirlərsə ki, biz filan xidməti təşkil edir, bunun mexanizmini də göstərməlidirlər. İstənilən halda təhsil büdcəsindən burada pullar gedəcək. İstənilən halda bu avtobus salonlarına, avtobus şirkətləri ilə müqavilələr ki, hansı ki bağlandır və çox güman ki, Təhsil Nazirliyinin yanında belə bir avtopark yaradılacaq və yaxud da nəsə belə. Həm büdcə vəsaitləri bir hissəsi əmək haqqını, bir hissəsi avtobuslara, bir hissəsi texniki qulluğa, bir hissəsi də yanacağa gedəcək. Və bunların hər birinin arxasında maxinasiyalar, fırıldaqlar dayanır. Pul silmələr dayanır. Bugün Azərbaycan məktəblərində ən böyük problem təlim-tərbiyə prosesinin pozulmasıdır. Emin Əmrullayevin ətrafında olanlar ona bir-iki lupa versinlər, yəni eynə yazdı ki, görsün ki, şəhər məktəblərində yuxarı siniflər boşalıb yoxdur. Məktəb rəhbərləri çox böyük çətinlik çəkir uşaqları gətirmək. Bu yandan məktəbdə, ali məktəbə qəbulla ölçürsünüz. Buraxılışı nəticələrlə ölçürsünüz. Və bugün buraxılışa gedən və ali məktəbə qəbul olunan uşaqların demək olar ki, hamısı repetitor yanındadır. 11-lər %100, 9-cu siniflərdə bir 80-85%, 90%. Məktəblər boşalır. İmtahan mart ayında, aprel ayında keçirilir. İmtahan keçiriləndən sonra uşaq üçün artıq məktəbdə olmaq maraqlı deyil. Emin Əmrullayev üçün maraqlıdırmı? Maraqlı deyil.
Diqqət etsəniz, rəqəmsal məktəb platforması haqqında məlumat verilir. Rəqəmsal məktəb platforması birmənalı şəkildə, demək, burada şagirdlərin davamiyyətinin tənzimlənməsi ilə bağlı heç nə yoxdur. Diqqət edirsiniz. Şagirdlərin davamiyyəti ilə bağlı. Məsələn, üst tanıma proqramı var da və yaxud da ki, digər formada eləmək olar ki, demək, orada demək, o rəqəmsal məktəb platformasında bu məsələlər öz həllini tapsın. Amma reallıq ondan ibarətdir ki, yoxdur orada. Niyə? Çünki bugün davamiyyətin yuxarı siniflərdə bu qədər bərbad olması elə Emin Əmrullayev özü də bilir. Bəzən özü də haqq kazandır. Çox aydın məsələ, çox gün kimi aydındır. Bu lazımdır məktəb direktorlarını bax bu şəkildə təzyiq altında saxlamağa. İstənilən məktəb direktorunun bugün məktəbdə ən böyük problemi davamiyyətdir. Davamiyyət. Davamiyyət də bizdə ən çox yuxarı siniflərdədir. 1500 manatdan Bakının elə məktəbi var, 2000-2500 manata qədər. 2000-2500 manata qədər. 3000 manata qədər illiyinə uşaqların buraxılması üçün planlanır. Bugün bir ekspertin çıxışına baxıram. Emin Əmrullayev adını tarixə yazacaqdır, repetitorluğun qabağını alsın. Emin Əmrullayevin gücündə deyil bu insan. Bunun gözünün qabağında ancaq Azərbaycan təhsil büdcəsini dağıtmalıdır. Azərbaycan dövlət əmlakını dağıtmalıdır. Emin Əmrullayev keçdiyi 5 il ərzində konkret göstərib ki, o heç nəinki nazirdir, bir məktəbi idarə etmək səviyyəsində deyil. İdarə etmə qabiliyyəti olmayan bir şəxsdir. Yaxşı layihəsidir, yaxşı təlimçidir, çünki təlimçilikdən gəlir. Və Azərbaycan təhsilinə hara baxırsan imtahanlardır. Bunu danışmışıq. Azərbaycan təhsilində hara baxırsan, mən telefonu qura bilərəm ki. Və Azərbaycan təhsilində hara baxırsan təlimlərdir. Hara baxırsan layihələrdir. Elə bu məktəbli avtobusu özü də bir layihədir. Bu düşüncə ilə Azərbaycan təhsilinə yanaşan adam bir məktəb direktorunun mən düşünürəm ki, idarə etmə qabiliyyəti Emin Əmrullayevin idarə etmə qabiliyyətindən qat-qat üstündür. İnsan rəsmən bu bacarıqları əsirdir. Ümumi də baxanda görünür. Və üstə gəl də bütün Azərbaycan təhsil səlahiyyətini özünün şəriki, o psixoloji problemi olan şəxs başdan ayağa bir kriminal quruma çevrilən təhsil institutunun direktoru təyin etdi. Təhsilin təsindən xəbəri olmayan Elnur Əliyevlə bir yerdə Azərbaycan təhsilini dağıdırlar. Azərbaycan cəmiyyətinə ağır zərbə vururlar. Bugün məktəbəqədər və ümumi təhsil üzrə agentliyi zəbt ediblər. Artıq kadrlar Elnur Əliyevin əlindədir. Regionallar, adam təhsil institutudur. Təhsil büdcəsi, pul silmələr, təhsil institutu. Emin Əmrullayev oturub, indi birazdan çıxacaq, biraz keçsin, çıxacaq, yenə başlayacaq rıldamağa, gülməyə, bu briefinglərdə filan, başlayacaq danışmağa. Bir jurnalist ona dedi, siz hər şeydən danışırsınız, amma heç nədən danışmırsınız. Yalandan bir, yenə də bu məktəbli avtobusları kimi bir məlumat yayacaq ortada və nəticə etibarına bir həftə, 2 həftədə bunu danışacaq. Məqsəd nədir? Mətbuatın və cəmiyyətin diqqətini təhsildə baş verən faciəvi vəziyyətdən yayındırmaqdır. Reallıq bundan ibarət. Və bu məktəbli avtobuslarla bağlı, mən düşünürəm, hökmən, əgər çox güman ki, valideynlərdən pul yığmalar olacaq və əslində bu bizim yerlər üçün, yəni, baş tutmayan
məsələlər. Yəni amma lap belə olsa da belə çox istərdik. Məktəbli avtobuslarda olsun, məktəblərdə pulsuz yeməklər də verilsin. Axı bu gün təhsilimizin problemi bu deyil. İnsan oturur, fikirləşir, bir də təzəlik Amerikadan gəlib. Oturur, fikirləşir, nə layihə çıxardım, necə eləyim təhsil büdcəsini daha çox talayım, daha çox dağıdım. Baxın, elementar bir şey. Bugün bizim müzikal rayonlarımızda, məktəblərimizdə ştatlar var ki, hansı ki boşdur. Və yaxud da ki, qanunsuzluqlar var. Məsələn, deyək ki, 1996-cı il tarixi, 26 may tarixində ümumi təhsil məktəblərinin ştat vahidləri 30 ili tamam olacaq gələn il. Ştat vahidlərinin normativləri təsdiq olunur. Təsdiq edirsiniz mi? 96-cı ildə. Orada belə bir nüans var. Deyir ki, indi 96-cı ildə əmək məcəlləsi qəbul edilməmişdir. Ne olsun? Orada deyir ki, istirahat günləri, bayram günləri, iş günü sayılmayan digər günlər, deyək ki, Ümumxalq Uzun günü, səsvermə günü də iş günü sayılmaqla, hansı ki, bu cümlə əmək qanunvericiliyinə ziddir. Əmək münasibətləri əmək qanunvericiliyi üzərində qurulur. Deyir, məktəbdə 2 gözətçi ştatı olur. O 59 nömrəli qərarın 13-cü bəndində, əlavələrdə. Demir növbədə, bizim məktəblərimizdə, özdə deyir, ümumi orta və tam orta məktəblərdə, o zaman əsas məktəblər vardı, ümumi məktəblər vardı. Və deyir ki, yəni ibtidai məktəblərdə gözətçi ştatı yoxdur. Ölkədə də təqribən 114-110 belə ibtidai məktəb var. İndi bu məktəblərdə, deyək ki, ümumi orta və tam orta məktəblərdə gözətçi ştatı var. Gözətçi ştatı növbəli deyil. Bax, məni dinləyən məktəb direktorları, növbəli əmr verirsiniz onlara. Sonra gözətçilər də indi bir çox hallarda kənd yeridir də, başqa iş yox, güc yox, təhsilli insanlar artıq gəlirlər. Müraciət edirlər əmək müfəttişliyinə, azı 2000 manat direktorları cərimə edirlər. Niyə? Qanunvericiliyə harda yazıb ki, gözətçi növbəli işdir? Harda yazıb gecə gözətçi ştatı var? Sual verirlər, bəs gecələr təhsil müəssisəsini kim qorusun? Yoxdur qanunvericilikdə. 2. İstirahat günü, iş günü olmayan bayram günləri, Ümumxalq Uzun günü, səsvermə günü, sən işçini işə çağıra bilməzsən. Əgər istisnalarda çağırırsansa, orada hökman ona həmin gün üçün əmək haqqının 2 misli ödənilməlidir. İşçinin razılığı ilə onu işə çağıra bilərsən. Yenə sual olunur, bəs istirahat günləri məktəbi kim qorusun? Nəzərdə tutulmayıb. Nəzərdə tutulmayıb. Aydındır mı? Bu məsələ nəzərdə tutulmayıb. Məsələni bir tərəf. Digər bir videonu paylaşın və bəyənin, xahiş edirəm. Və müəllim yoldaşlara da satsın. Sonra dinləyənlər də bəyənin, paylaşın və sizin rəylərinizi də görmək istəyirəm məsələ ilə bağlı. Dürdana xanım yazır ki, əksər məktəblərdə vəziyyət belədir, özbaşınalıq baş alıb gedir, məktəblərdə direktorun şəxsi mülkiyyəti necə istəyirlər, elə də idarə edirlər. Niyə? Ölkə təhsilinin başında duran adamın öz başı yoxdur, o da axtarır. Ölkə təhsilinin başında duran Emin Əmrullayev öz başını axtarır. Ölkə təhsilini Elnur Əliyev idarə edir. Və Elnur Əliyev də güclü biznes adamıdır. Az-çox müddədə Təhsil Nazirliyində az-çox işləyənlər gözüm sıxtıya salınır. Sanki təhsil sistemində bütün sistemi iflit eləyə biləcək bir şəbəkə formalaşır. Təsəvvür edirsiniz mi? Bu şəbəkənin başında Elnur Əliyev durur. Mən
Bu yaxınlarda bir təhsil mütəxəssisindən danışırıq. İstər-istəməz ağırdır. Ki, Emin Əmrullayev niyə belə eləsin? Əqli geriliyi var. Təbii ki, əqli geriliyi olsaydı əgər nazir təyin eləməzdilər. İnsanın psixoloji problemi var, gedib müalicə olunsun. Hələ ki, buradadır. Yox, bu insan bilərəkdən niyə belə eləyir? Hə, görünür vaxtı ilə, sorusun çörəyi ilə böyüyən zaman aldığı tapşırıqlardır və öz missiyasını çox uğurla yerinə yetirib. Azərbaycan təhsilinə vurduğu bəlalar, Azərbaycan təhsilinə vurduğu ziyanlar hələ uzun illər zaman olacaq ki, bunu təmizlənsin. Uzun illər lazım olacaq. Yəni, bir çoxları cənab nazir, mənim üçün cənab nazir deyil. Sabah bir Aşot da gəlsə, deyəcəksiniz ki, cənab nazir. İvan da gəlsə, deyəcəksiniz cənab nazir. Bilirsiniz, vəzifəyə görə simasını itirən insanlar var. Bir də reallığı görən insanlar var. Gəlin açıq danışaq. Ölkə təhsili başdan ayağa imtahanlardan ibarət deyilmi? Adam imtahan keçirdir. İmtahandan keçirdiyi adama deyirsən keçdin, müsahibə mərhələsindən də keçdin. Hər şey yaxşıdır. 6 ay keçib üstündən. Adam təyinat almış. Sən əgər imtahan keçirdib adama da SMS göndərəcəksən ki, tək bir nəfər yox, çoxlu insan, onlarla insanlara. Oktyabrda hələ bitən imtahandan danışıram. 150-500 nəfərli məktəblərin direktorları üçün. Adama da SMS göndərəcəksən ki, bəs sən uğurla keçmişsən, təyinat, bu yaxınlarda təyinatın olacaq. Yoxdur. Məsələ budur. Yanvarda imtahan keçirdilər, tələm-tələsi də esse keçirdilər dekabrda. Essenin cavabları yoxdur. Biabırçılıq da essenin cavablarını elan eləyə bilmirlər. Esselərlə bağlı məlumat vermişdir. Elan eləyə bilmirlər essenin cavablarını. Niyə elan eləyə bilmirlər? Kimlərdən nə almışdılar bunların esselerini düzəliş eləmək üçün? Lazım olan orqanlarda lazım olan məlumatı aldı. İndi açıqlaya bilmirlər biabırçılıqda. Necə olur? Dekabrın sonunda imtahan keçirirsən, 10 gündən sonra esseni keçirirsən və üstündən 4 aydan çox vaxt keçib essinin nəticəsi yoxdur. Niyə? Bu niyəni həm müddədə, həm də təhsil institutunda, həm də Elm və Təhsil Nazirliyi, həm də müvafiq orqanlar yaxşı bilirlər. Çünki Emin Əmrullayev Azərbaycan təhsilini bazara döndərir. Emin Əmrullayev qalıb bir kənarda ölkə təhsilini Elnur Əliyev idarə edir. Bütün pul gələn iyi, o xüsusi kömrükdə istifadə olunan xüsusi iç cinsləri kimi, pul gələn iyi haradasa Elnur Əliyev oradadır. Yəni, o özü də bir qabiliyyətdir, o iyi bilmə, o bacarıq özü də bir qabiliyyətdir. Yəni, və ştat vahidləri ilə bağlı başqa bir məsələ. Deyək ki, Nazirlər Kabinetinin həmin 59 nömrəli qərarında göstərilir ki, 7, 8, 9 sinif olan məktəblərdə demək kitabxanaçı ştatı var. 10-29 sinif olanda bu kitabxanaçı dönüb olur 10-cu sinifdə. Ta 29 sinifə qədər oldu kitabxana müdürü. Və 30-cu sinifdə həm kitabxana oldu, həm kitabxana müdürü. Məsələ bunda deyil. Burada kitabxanaçı ilə kitabxana müdürü arasında fərqə baxın. Kitabxanaçı orta ixtisaslı ola bilər, fərqi yoxdur. Politexniki qurtarsın, ya qida sənayesini qurtarsın, ya hansı sahəni qurtar. Əsas orta ixtisaslı. Hansı istiqamət təhsil alması şərt deyil. Staj tələb olunmur. Amma gəl kitabxanaçı
Ali təhsillidirsə 3 il staj, orta ixtisaslısa 5 il staj. İndi gəlin reallığa baxaq. Bizim məktəblərimizin əksəriyyəti regionlarda yerləşən, deyək ki, 10-11 sinifi olanlardır. İmtahan keçirdirlər. Bəli, hər gün də imtahandır da. Gəl bunun testini ver, gəl bunun müsahibəsini ver. Mənim doğulduğum, böyüdüyüm Lerik rayonunda demək, orta ixtisaslı bir nəfər sənəd verir. Bu imtahandan keçir. 3 uşaq anasıdır. Gənc ailədilər. Kənddən 60 kilometr aralı buna təyinat verilir. Niyə? Çünki burada kəndin özündə də kitabxana ştatı boşdur. Sadəcə getdiyi məktəbdə orada 9 sinif var. Kənddə isə 11 sinif var. Burada kitabxana müdürü gərək ali təhsilli olsa 3 il staj olsun, orta ixtisas təhsilli olsa 5 il staj olsun. Bu qədər uyğunsuz o. Hansı qanunvericiliyə baxırsan uyğunsuzdur. Ruslardan o qədər eybəcər şəkildə tərcümə edilib ki. Ruslardan o qədər eybəcər şəkildə. Bir nəfər baxmır ki, bu qanunvericiliyə imkan vermir də. Heç yaxşı, bu təhsil camiyyəsi sənin əmrini yerinə yetirən təhsili yerli idarə etmə orqanlarının işi iflic vəziyyətinə qalır. 30 il bundan qabaq verir. Dəyişin də bunu. Necə ola bilir? Sizə lazım idi metod kabinetləri bir həftə ərzində ləğv elədiniz. Və indi işi qurmaq üçün lazımdır. Addım atmağa gələndə ehtiyac yoxdur. Aydındır mı? Əfqan Babayev soruşur, gözətçinin iş vaxtı. Gözətçi 8 saatla işləyir. Tabirlərə baxın, 8 saat. Digər texniki işçilər kimi. Və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə saat 22:00-dan səhər saat 6:00-a qədər gecə vaxtı sayılır. Gecə vaxtı görülən işlərə görə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq əmək haqqına 10%-dən 40%-ə qədər əlavələr olur. Əgər gecə vaxtı düşərsə, gündəlik iş saatı 8 saatdan artıq olmamalıdır. Bir işçinin iş vaxtının bitməsi ilə növbəti gün iş vaxtının başlanması arasında məsafə ən azı 12 saat olmalıdır. Yəni işçi ən azı bir iş günü ilə növbəti iş günü arasında 12 saat istirahət eləməlidir. 12 saat. Biz bunu təmin edə bilirik. Ona görə hansı məktəbdə gözətçi əmək müfəttişliyinə müraciət edir? Ən yaxşı halda hörmət eləyəndə 1500, ortalama 2000 manat məktəb direktorları cərimə olunur. Axı bu məktəb direktorunun öz günahı deyil. Öz günahı deyil. Mansur Əzimov, direktor məcbur eləyir. Onda iş vaxtınızın əmrini alın. Mən saat neçədə işdə olmalıyam, saat neçəyə qədər işdə olmalıyam. Həmin əmri də əmək müfəttişliyinə müraciət edin. Və çox sadə. Direktor ondan sonra izah eləsinlər ki, nədir? Növbəti sual. 9-cu sinifdə 2 alan şagirdlər 10-cu sinifə qəbul edilirmi? Əlbəttə olur. Yəni 9-cu sinif ümumortadır. Şagirdin 2 alması, qiymətlərinin hər hansı bir fəndən 2 alması onun attestasiya olmasına məhdudiyyət yaratmır və sadəcə yazılır orada. 10-cu sinifdə təhsil ala bilərmi? Bəli. Konstitusiyanın 42-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq heç kim təhsil almaq hüququndan məhrum edilə bilməz. Hə, təmayül siniflərinə qəbul edilə bilərmi? Yox. Təmayül siniflərinə deyir ki, o şagirdlər 10-cu sinifdə təmayül siniflərinə qəbul edilirlər ki, o sahə üzrə istedadlı olsun. Onun istedadı nə ilə müəyyən olunur? Həmin
fənlər üzrə olimpiyadalarda, müsabiqələrdə iştirakı və bir də həmin fənlər üzrə göstəriciləri. Yəni, ümumi təhsildə qiymətləri. Rus dili müəllimi yoxdur, dərs ingilis dili müəlliminə verilir. Bəli, əgər xarici dil müəllimi yoxdursa, yəni orada tədris ilinin əvvəlindən o digər xarici dil, əgər 2 xarici dil tədris olunursa, deyək ki, 5, 6, 7, 8, 9, 10, 11-dən. Amma deyək ki, rus dili müəllimi, uşaqlar rus dilini keçiblər, amma deyək ki, rus dili müəllimi müəyyən müddətə yoxdur. Belə olan müddətdə həmin fənnin tədrisi dayandırılır, regional təhsil idarəsindən müəllim istənilir, ya qonşu məktəblərin hesabına və yaxud da MİQ imtahanı verib müvafiq bal toplayanların hesabına müvəqqəti olaraq həmin fənlər tədris olunur. Məktəb direktoru maksimum 12 saata qədər həftədə dərs götürə bilər. Bu şərtlə məktəb direktoru o dərsi götürə bilər ki, və yaxud da direktor müavinləri həmin fənn üzrə bütün müəllimlərin dərs yükü ən azı 18 saat olmuş olsun. Sonra hərbi müəllim xəstələnib, onu kim əvəz edir? Hərbi rütbəsi olan, istisna hal kimi hərbi rütbəsi olan müəllimlərdən biri müvəqqəti olaraq hərbi müəllim xəstələndiyinə görə yəni çarşıda əvəz edə bilər. Hərbi rütbəsi olmalıdır adamın. Deyək ki, müəllim yoxdur, siz də onu əvəz elətdirə bilmirsiniz. Məktəb direktoru əmr verir, həmin fənnin tədrisi müvəqqəti dayandırılır. Adam dərsə çıxandan sonra əlavə cədvəl tutulur, protokollaşdırılır və jurnala yazılır. Yox, deyək ki, müəllim varsa əvəz olunmalıdır. Spesifik sahədə hərbi müəllim, bu zaman hərbi rütbəsi olan, yəni çavuşdan tutmuş, zabit rütbəsinə qədər olan müəllim əvəz edə bilər. Direktor müavinləri dərs saatı götürür, tədris etmir. Belə hallar da var. Belə hal olduqda təbii ki, regional təhsil idarələrinə müraciət edin və əgər o direktor müavini özü dərs demirsə, o müəllimdən dərs demək kimi tələb eləyə bilməz. Yəni, üzü olmaz və o məktəbdə hökmən qayda pozuntusu təbii ki, reallıqdır. Salam göndərən yoldaşlar, mən də salamlayıram. Daha sonra hərbi rütbəsi olan xanım çarşıya qədər hazırlığı dəstəyə bilər. Bilirsiniz, çarşıya qədər hazırlıq təkcə regional təhsil idarəsinin razılığı ilə olmur da. Burada hökmən həmin məktəbin yerləşdiyi rayonun səfərbərlik və çarşıya qədər razılıq idarəsində səfərbərlik və hazırlıq idarəsində razılıq məktubu olmalıdır, işə qəbul olunanda. Amma deyək ki, hər bir rəhbər yoxdur və yaxud da ki, var xəstələnib, müəyyən səbəbdən işə çıxmır. Bu zaman hərbi rütbəsi fərqi yoxdur. Xanım olsun, yoxsa bəy olsun. Demək, hərbi rütbəsi varsa, müvəqqəti olaraq əvəz edə bilər. Axşamınız xeyir olsun, psixoloq kabinetinə və başqa kabinetlərə. Təbii ki, məktəb direktoru məktəbin bütün proseslərdən hali olan şəxsdir və kameralaşma sistemi bugün müasir dünyanın əsas tələbləridir. Bəli, məktəb direktoru məktəbdə və məktəbin həyətində, məktəbin otaqlarında kamera qoydura bilər. Bircə ayaq yolundan başqa icazə verilmir ayaq yolunu ki, buradakı məlum məsələdir nəyə görə. Bir xadimə gündəlik nə qədər ərazi təmizləməlidir? Nazirlər Kabinetinin məhz bir qədər öncə dediyimiz həmin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarına uyğun olaraq bir xadimənin gündəlik süpürdüyü ərazi 400 kvadrat metri keçməməlidir. Və bunun üçün də ilk növbədə məktəb direktorları təsərrüfat işləri üzrə direktor müavini ilə birlikdə məktəbi iş zonalarına bölməlidirlər. Və bu iş zonaları ölçülməlidir, elə edilməlidir ki, 400 kvadrat metri keçməsin. Dərs saatı zamanı sertifikasiya balı nəzərə alınmalıdırmı? Dərs bölgüsü zamanı
əmək məcəlləsinin, çünki dərs bölgüsü əmək normasıdır və dərs bölgüsündə sertifikasiya nəticələri deyil, əmək qanunvericiliyi əsas götürülməlidir. Əmək məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarına uyğun olaraq hər bir müəllim 18 saat dərsinə təmin olunmalıdır. Əlavə olaraq dərs qalırsa, bu 18 saat və ondan keçirsə, məktəb direktoru vakansiya verməlidir. Əgər həmin fənn üzrə hər bir müəllimin 18 saat dərsi varsa və ondan əlavə ən az 18 saat dərs qalırsa, məktəb direktoru bunu vakansiyaya çıxartmırsa, bu vakansiyanın gizlədilməsi sayılır. Və bu məktəb direktorları təbii ki, cəzalanmalıdır. Bugün bizim təhsil sahəsində təhsil alan çoxlu gənclərimiz var ki, Emin Əmrullayev yalandan deyir, gəncləşmə siyasəti aparıram. Gənclərimiz var ki, öz sahəsi üzrə yox, başqa sahələr üzrə işləyir. O hökmən 18 saat əlavə dərs qalırsa, demək vakansiya verilməlidir. Yox, 18 saatdan az dərs qalırsa, bu zaman digər müəllimlər arasında bölünməlidir. Müəllimlər arasında bölünəndə isə onun sertifikasiya balı müəllimin məktəbin ictimai mədəni həyatında fəal iştirakı ilə ölçülür. Təşkilatçının vəzifəsi nədir? Təşkilatçı məktəbdə tərbiyə sistemini rəhbərlik edir. Tərbiyə sisteminin qurulması, idarə olunmasında əsas funksional öhdəlikləri daşıyır. Onlayn dərs deyil, bu canlı yayımdır. Həftənin 2-4 6-cı günləri saat 21:00-dan Facebook'dan və TikTok'dan buradan siz məni izləyirsiniz. Bir qədər sonra isə YouTube'da Elşən Qafarov Tam TV kanalında da bu video yayımlanacaq. Tam baxa bilməyənlər və sonra baxmaq istəyənlər Elşən Qafarov Tam TV YouTube kanalına abunə olsun. Məktəbə hazırlıq qrupu bir qrup olarsa, bəli, 4-cü sinif müəllimlərinə verilir. 4-cü sinif müəllimlərinə verilərkən, deyək ki, bir neçə 4-cü sinif müəllimi var. Bu zaman bunlar arasında sertifikasiya balı daha yüksək olan. Çünki sertifikasiya peşəkarlığı ölçən amildir. Peşəkarlığı daha yüksək olan müəllimə verilir. Deyək ki, sənin 2-4-cü sinifin var, amma bir məktəbə hazırlığın yığılıb. Və belə olur. Məktəbə hazırlıq da bilirsiniz də, yəni ən azı şəhər yerlərində 15, kənd yerlərində 10 uşaq olmalıdır məktəbə hazırlıq qruplarının açılması üçün. Məktəbə hazırlıq qrupuna maksimum 30 uşaq ola bilər. Əgər kənd yerlərində uşaq sayı 10 nəfərdən aşağıdırsa, regional təhsil idarəsinin razılığı ilə məktəbə hazırlıq qrupu açıla bilər. Məktəbdə əgər bir neçə 4-cü sinif varsa, məktəbə hazırlıq birdirsə, orada bu zaman sertifikasiya balı daha yüksək olan müəllimə verilir. Mən saat 10-da mənim dərsim var, bilirsiniz, direktor müavinlərinin işə qəbuluna bağlı, eyni zamanda hal-hazırda işləyən direktor müavinlərinə praktik dərslər. Və bizim aprel qrupu ilə də dərsimiz, eyni zamanda direktor müavini, uşaq birliyi rəhbəri, kitabxanası və digər, yəni məktəbşünaslıq dərsləri öyrənmək üçün artıq may qruplarına qeydiyyat başlayıb. Eyni zamanda hal-hazırda işləyən direktor müavinləri üçün isə təhsil prosesini tənzimləyən hüquqi normativ, yəni isə işdə lazım olan hüquqi normativ sənədlər, onların üzr istəyirəm, hüquqi normativ aktlar, onların praktikaya tətbiqi və sənədləşdirilməsi mövzusunda dərslərimiz olur. Hal-hazırda may qruplarına qeydiyyat gedir. Və dərslərə qoşulmaq istəyənlər, mənim əlaqə nömrəm demək olar ki, ölkənin bütün müəllimlərində var. 050 672 59 11 nömrəsinə yazmaqla əlaqə saxlaya bilərlər. Mən sizə təşəkkür edirəm. Suallarını oxuya bilmədiyim yoldaşlardan xahiş edirəm ki, həftənin 2-4 şənbə günləri biraz tez qoşulurlar. 21:00-da dərs başlayır. 21:00-da bizim buradan canlı yayımımız başlayır. Həm maarifləndirmə, həm də təhsil sahəsində olan negativ halları işıqlandırırıq. Mən sizə hər birinizə təşəkkür edirəm. Sonra hökmən Tam TV Elşən Qafarovun YouTube kanalına abunə olun.
Sonra kimin qarşısına da çıxacaqsa, demək, videonu bəyənməyi, paylaşmağı unutmasın və təhsillə bağlı, ümumi təhsil, məktəbə qədər təhsillə bağlı, ümumiyyətlə təhsillə bağlı hər hansı bir suallarınız olarsa 050 672 59 11 nömrəsi, təkrar edirəm, 050 672 59 11 nömrəsinə WhatsApp-a yaza bilərlər, amma xahiş edirəm, yazı ilə yazın. Çoxlu səs göndərirsiniz, fiziki cəhətdən çatdıra bilmirəm hamısını dinləməyə. Təşəkkür edirəm. Bir daha videonu bəyənib paylaşmağı unutmayın. Gecəniz xeyrə qalsın. Növbəti 4-cü gün saat 21:00-da sizinlə birlikdə burada qoşulacağıq. Yenə deyirəm, suallarınızı hamısını səsləndirə bilmədim. Vaxt məhdudiyyətindən, çünki saat 22:00-da dərsim var və suallarınızı səsləndirməmi istəyirsinizsə vaxtında 21:00-da qoşulun. Təşəkkürlər hər birinizə.